İddia edirəm, siz hələ belə dadlı peçenye yeməmisiz. Əgər videoya baxırsınızsa, resepti kommentlərdə oxuya bilərsiniz, necə bişirmişik, necə hazırlamışıq. Peçenyeləri listə düzdüm. İndi yerləşdirirəm bişməyə. Son halında çəkib göstərəcəm. Yulaflı peçenyelərimiz hazırdır. İndi çayın yanında servis edəcəm. İyisi dəhşətdir, dəhşət. Deməli, peçenyelərimiz hazır oldu. Mən istəyirəm ki, sizə çəkim necə pişdiyini göstərim. Bu şəkildə peçenyelər alınıb. Çox dadlıdır, dəhşət dadlıdır. Əsl çayın yanında sağlam şirniyyatlı peçenye. Yəni, mən hətta marketdə olub ki, yulaf peçenyeləri almışam, yemişəm. Точно onun dadını verir. Çox dadlı alınıb. Eləyənlərə nuş olsun. İzlədiyiniz üçün də təşəkkür edirəm.